Alo. Ha orada aydasız da indi. Ha tamam. Hansılar planet bizim planet görsənir. Görünür, qəşəng. Ha. Mənə bax, keçən dəfə daş göndərmişdiniz oradan mənə. Apardım o sədrəyə dedilər hamısı yalançıdır. Hə bax, bir də burada nəsə qalır. Bizlərdə yoxsa, hə? Keçdi? Yox, özünün nurudur o. Salam əziz tamaşaçılar, xoş gördük hamınızı. Əvvəlki videomuz çox müsbət qarşılandı. Siz izləyicilərimiz tərəfindən bəyənildi, əyləndirdik, ümid edirik. Bugün biz danışacağıq, hansı mövzudan danışacağıq? Aya gedildi yoxsa yox? Bəli, aya gedildi yoxsa yox? Yəni bilirsiniz, bir çox kadrlar, videolar mövcuddur, hansı ki aya gediblər, ayda videolar çəkiblər və s. və ilə axır. Bugün bir neçə dənə videoya baxacağıq, ümumi bu haqqda danışacağıq ki, yəni belə bir şey həqiqətən var, yoxsa yoxdur. Başlayaq. Başlayaq. Deməli, ilk olaraq mən ümumi bir fikrini soruşmaq istəyirəm Cavidan müəllimin. Müəllimin bəyin. Sənə görə, yəni sən nə düşünürsən ümumi hələ videolara keçməmişdən qabaq? Yəni aya həqiqətən gedilibmi səncə? Yəni gedilibsə necə gedilib? Xeyr, təbii ki, aya gedilməyib mənim fikrimcə. Yəni o vaxt soyuq müharibə dövrü idi. Bir-birləri üzərində üstünlük təşkil etməyə çalışırdılar. Rusiya, Amerika. Bəli, ona görə yəni aya gedilməyi, yəni absurddur mənim üçün, tamamilə yalandır. Aha, gedilməyib. Xeyr. Bəs yaxşı, oradan səncə gəlib bura kimsə yoxsa yox? Gedməyib sonra gəlsin. İlk videomuza keçirik. İlk videomuz çox absurd və çox biraz gülməli videodur əslində. Sual belədir. Sənə bir dənə sualım yarandı. Ayın həmişə çəkəndə görüntülərində onun üzərində ovallar falan filan, daşlıqlar var, nələrsə var. Amma mən bildiyimə görə, dünən də daha doğrusu keçən videoda danışdığımız kimi, düz dünyaçılığa əsaslanaraq ay plazma halındadır məncə. Yəni o vaxt mənə bir kiçik də olsa bir Düz şeydir. dünyada ay ümumiyyətcə plazmadır. Düş olduğu düşünülür. Yəni ümumiyyətlə göydə olan bütün cisimlər necə ki günəşə kitablarda deyirlər ki, plazmadır. Eynən bütün hamısı günəş də, ay da, ulduzlar da hamısı yəni plazma işıq saçılır. Yəni belə torpaq deyil yəni. Plazma halındadır. Tranquility, we copy you on the ground. You got a bunch of guys about to turn blue. We're breathing again. Thanks a lot. Yaxşı bir şey yadıma düşdü. Bu videolara baxanda çox adam zaten aşağıda da videoların altına rəylərdə yazıb. Orijinal videoların altında ki, ulduzlar görünmür. Yəni normalda əslində görünməlidir də, çünki ulduzlar içindədirlərsə, düzdür deyirlər güya ki, oradan günəşin işığı vurur aya falan filan. Ona bəzi bəhanələr edirlər. Yeri çəkir, sadəcə ayın səthini çəkdiyinə görə işıqlıq olur. Fokusla bağlı ulduz çəkilmir. Amma orada uçan astronavtlardan ikisi ayrı-ayrılıqda sual verirlər. Araşdırmışdım o vaxtı bildiyim qədərilə. Biri deyir ulduzlar super idi, gördük hər şeyi. Biri deyir ki, biz ulduz falan görməmişdik. Yəni orada da bir yalan çıxır ortaya. Heç ayaq izi də üst-üstə düşmür. Onda şaşırdım. Onun şəklini verəcəm, hə var. Əslində ayaqqabıları başqadır. Arizona çöllərində səyahət. Bu qədər asandır da. Oyda aya get kəşf elə. Orada var.
Get orada hoppama, hoppan gəl. Arabana. Arabana bax. Burada bayraq var. Digər bir videomuz budur. Burada da bayrağı sancıblar ora. İndi burada bir çox nüans var. Mən 2 dənəsini deyim o nüansların. Sən də o haqqda bir fikir bildir. Birinci nüans odur ki, mənim araşdırdıqlarıma görə, çünki getməmişdən qabaq burada astronotlar bəzi simulyasiyaya daxil olurlar. Məsəl üçün, güya ki, orada rahat gəzmək üçün həmin o çəkizizlik şəraitində gəzmək falan və burada həmin görüntülərdə o görüntüləri qoyacağam videoya. O qədər əziyyət çəkirlər gəzməkdə. Yəni mümkünatı yoxdur da. Bir dənə addım atırlar, yıxılırlar. Yəni burada burada simulyasiyonda getməmişdən qabaq. Yəni burada sən simulyasiyonda ilə əziyyət çəkirsənsə, orada necə ki rahat gəzə bilirsən, yəni mümkünatı yoxdur. Və ikinci nüans da bu bayraqdır. Bayraq orada əsir, yəni hava olmadığı. Qoş deyəcəm orada. Hava olmadığı yerdə necə ola biləcək? Kenguru kimə tətimlər o? Burada bayrağın yerləndiyi çox bariz şəkildə görünür, bax. Gözdə əlini tutur, ona görə deyir. Çəkdi qabağını falan. Okey. Mazlum xarab. Okey. Qardaş, əlinlə tutması da yerlənir. Konkret bayraq yerlənir. Bizə fikir verirsən, yerişləri də Orada bayaq yerişləri də qəribədir. Sanki arxadan isə tutublar belə ip kimi. Yerişləri çox qəribədir. Yəni ayağını atmamışdan özü artıq qabağa gedir belə. bu gün videoya baxmışdım, orada türkdür. O vaxt ona nəsə ehtiyac olub bilmirəm. Deyir orada gəl ki onun ayağı dəymişdi, ona görə yerlənirdi. Amma orada elə şey görmürəm. Ayaq sat deyilmi bax orada? O yerlənir. Ümumiyyətlə ay enişdə fikir versənsə, ancaq kamera yeri çəkir. Kənarı, məsələn, getdiyi yeri, qabağı böyle ancaq yeri çəkir. Hə. Başqa yer çəkənmir bu. Sonra 1-2 dənə video var. Raketlər qalxanda da həmişə bu fikir ver ancaq. Ay sol, yerləşdirəcəm. Orada green screen texnologiyasının istifadə edildiyinin ən böyük, ən bariz nümunələrindən biri odur ki, kameraya yaxın olan hissələr çox belə dəqiqliklə görünür, arxa tərəfdə bulanıq görünür. Orada istərsiniz bilinir ki, artıq green screen texnologiyasından istifadə olunub. Deməli, mənim başda da göstərdiyim kimi, güya ki, bunlar Amerikada oturublar hər hansısa bir yerdə zəng ediblər adi bildiyimiz ev telefonundan ayla danışırlar. Sonra deyirlər ki, buna inanın. Sonra deyirlər ki, buna inanın. Mən buradan bura danışamıram, set tutmur, bunlar aydan danışırlar güya ki. Səncə, buradan zəng edib ayla danışmaq olar ümumiyyətlə? Elə bir şey, mümkünatı var. Heç olmasa ev telefonu ilə yox da. Ev telefonu ilə. Əl telefondan mümkün. Bir də dağın başında heç telefon tutmur. Set tutmur, qaldı ki bunlar. Əl telefondan mümkün də. Bəli, 100%. Hə, ümumi mən bir şey deyim, ümumi bir məlumatı verim. O vaxtı mən bildiyimə görə, il olaraq bilmirəm neçənci ildir, The Sun qəzeti var. O qəzetdə belə bir məqalə paylaşılmışdı. Bir nəfər, deməli, bu astroloqlardan birisi deyib ki, Cənubi Afrikada bir dənə xüsusi bir texnologiya ilə hazırlanmış bir aparat var. Mən onun sayəsində aya baxmışam və görmüşəm. Və ayda qanadlı adamlar, nə bilim, vampirlər, yüksək tikili binalar falan filan görmüşəm. Və bu da çox sensasiya yaratmışdı bu xəbər. VIP bölmələrinə qoymuşlar hətta qəzetə. O qəzetdə həmin vaxtı, həmin dönəmdə demək olar ki, iqtisadi bir çuxurda idi, yəni böhranda idi. Və o xəbərin sayəsində nə qədər satışları artdı onların, yəni.
ona gətirirəm ki, sözümü. Yəni indi də eyni strategiya ilə gedirlər. İndi də Düzdür o eyni, söhbət. hə? O söhbət düz idi. Yo, yalan çıxdı. Əlbəttə ki, yalan çıxdı. O necə düz O ola nələndə? bilər? Yo, yalan çıxdı. Sonradan məlum oldu ki, yəni elə bir şey qətiyyən yoxdur. Hətta qəzetin sahibləri belə, yazıçılar və sahibləri də öz boyunlarına aldılar ki, yəni biz o məlumatı sırf satış xarakterli etmişik və oldu da. Yəni qəzet xeyli tanındı, satışları çoxaldı. Kəsə bir dənə şey deyim. Otur dərindən bir də özün fikirləş də. Dərindən deyən, yəni yerin dərinə girim orada fikirləşim yoxsa? Deməli təsəvvür elə Big Bang olub, neçə milyard keçib. Dünya yaranıb, neçə milyard falan ay gəldi, düşdü bunun rotasına. Aya biz baxırıq, ayları seçirik də, yəni bir aydan bir 27 gün yarına biz təqvimi falan bilirik. Təsəvvür indi Allah bunların hamısını yaradıbdı. Hər bir şey yaradıbdı. Ateistlər də bu deist kimi fikirləşsin də. Bir anlıq bir deist olsunlar. Ən azından Allah var. Hər şey yaradıbdı. Tanrı bu ayda əziyyət keçib, 13 milyard il keçib. Ay falan gəlib. İndi insan gəlib 1969 çatır. Gəlir biri rahat gedir ora, aya ayağını basır. Bir çüş gedişdən sonra ayağı öyrəksə, bir də gördüm birinin beyni çöndü, hansısa birinə ölkən başçısı da. Deyir, mən olmayan dünya heç kimə lazım deyil. Müharibə varsa, nə bilim, mən çöksəm hamı çökəcək. Beyni çönür, gedir, aya bir dənə, nə bilim, atom atıb, darmadağın elə bütün sistemi korlandı, getdi. Yəni, bu qədər bəsitdir ki, bu boyda milyard ildən gələn o sistemi bir dənə nəfər onu korlaya biləcəksə, buna imkan verər Allah. Mümkünatı yox. Deməli, göydə parıldayan hansısa bir şeyə fərqi yoxdur. Heç kim ayaq basa bilməz, nə toxuna bilməz. Onlar hamısı qorunur. Küsüz bir şeydir o. Yəni, məncə fikirləşin bunu. Mümkündür, yoxsa yox? Mən sənə bu barədə belə bir şey deyim də, bayaq verdiyin sualla bağlı belə bir şey deyim. O vaxtı, deməli, illər əvvəl bu gəmidə işləyənlər, dənizçilər, onlar səyahətlərə çıxanda, okeanda və yaxud hardasa da, onların həmişə kabinə girəndə, onların, elə deyim də, o, nə deyirlər, tavanların hündürlüyü çox az idi. Həddindən artıq az idi. Aşağı idi, yəni, belə deyim. Hə, onlar deməli, hündürlükləri az olduğu üçün həmişə içəri girəndə, kabinə girəndə, başlarında xüsusi bir papaq olurdu. Papağın da başında belə tüşlü bir şey olurdu. O tüşlü bir şeyi qoyurdular ki, başlarına. O başları qalxanda o dəyməsin ora. Dəyəndə yumşaq olsun. Hansı ki, indi satırlar, bəzi papaqlar başında belə tüklü şeylər olur. Hə? Onu onun üçün satırdılar. Hə. Çox dəyərli məlumatlar, amma heç kimə Yox, lazım bunun deyil. bu söhbətin daxısı yoxdur. Elə bir danışdım ki, bilərsən də ki. Bunlar belə öz qaydasında. Mən təbii ki, yenə də sizdən istəyəcəm ki, siz rəylər yazasınız ki, bu barədə nə düşünürsüz? Aya gediblərmi həqiqətən, getməyiblərmi? Gediblərsə necə gediblər, getməyiblərsə necə getməyiblər, getmək barəsində düşünürlərmi? Düşünürlərsə niyə düşünürlər, düşünmürlərsə niyə düşünmürlər? Hətta oradakı o aparat verir gəzən. Onu nə idarə ediblər səncə? Bu boyda balaca şeylə. Joystick. Həmin o gördüyünüz kadrları Stanley Kubrick özü çəkib və özü də etiraf edib ki, onu mən çəkmişəm. Stanley Kubrick özü çəkib. Hansısa bir dənə. Ümumiyyətlə kadrlara zaten baxanda bilinir də ki, yəni bir var real görüntü, bir də var fake görüntü. İnsanlar kimi, bir var real insan, mənim kimi, bir də var sənin kimi fake insan, yalancı insan Mən və fake'lərim çox. bir Bizim amma alim TikTokçular deyir gediblər də, yəni. Bu arada mən bilmirəm, səhv bilirəm yoxsa doğru bilirəm. Rəsədxana var ya bizdə. Güya ki, nə vaxt gəlsən ora qoymurlar girməyə. Nə vaxt gəlsən təmirdədir. Ay sağ ol, qoymurlar girməyə. Yəni mənə çatmır. O rəsədxana nə üçün var? Mənə bir dəfə açıq qapı təşkil elə, mən gəlim girim baxım da orada. Aya baxım, nə bilim. Mahnı da işte. Aya baxım. Neyse, dur gedək. Videomuz bura qədər idi. Bu arada Podcast Media studiyasına çox dərin təşəkkürlərimizi bildiririk. Hüseyn müəllimə. Hüseyn müəllimə əsasda, bəli. Burada videolarımızı çəkmək üçün bizə imkanlar yaradırlar. Sağ olsunlar, var olsunlar. Videomuz bura qədər idi.
Sizin fikirlərinizi gözləyirəm. Sizcə aya gediblər yoxsa yox, şərhdə bildirin. Bəli, onu mütləq şəkildə yazın. Like qoymaq yadınızdan çıxmasın. Abunə olun. İzləyirsiniz, amma like eləmirsiniz və yaxud okey, bəyənmirsinizsə like eləməyin, ən azından abunə olun da, qalır da orada yəni. Sizdən nə gedir yəni? Hə? O,